Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah-u Teala gelen günlerinizi hayren beddel eylesin. İşlerinizi de avand eylesin inşallah. Bugündən deməli Əli Əkbər Şəbih-i Muhammed sallallahu aleyhi və səlləmin bəzi müqəddimat, bəzi fəzilət və kəramətləri haqqında söhbət edəcək. Onu da deyim ki, burada əvvəldə, yəni bir qədər Allah Teala'nın özünə bir üzə verməkdən, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nurunu yaratmaqdan, yəni söhbət var, onları edim. Sonra ardıcan inşallah Əli Əkbərin meydana gəlməsindən, Əhl-i Beytdən, Kərbalada vidalaşmasından, şəhadətindən inşallah söhbət edəcəm. Ama yeri gəlmişkən buradakı Allah Teala'nın özünü bir özə vermək söhbəti bu kitabda var. Hələ bunun ardıcan ikinci söhbətimdə mən belə qərara gəlmişəm ki, tarixin, yəni əvvəl Allah Teala'nın özünü bir özə verməsindən və Peyğəmbərin nurun yaratmasından, nurundan cövhər yaratmasından, cövhərdən aləmləri, cinləri, mələkləri və sair məxluqatları, yeri, göyü, kainatı ardıcılığından yaratmasından ta Allah lənət eləsin iblisin, yəni şeytan məlunun ağvaylığından Allah'a qarşı çıxıb Adəmə səcdə etməməsindən və onun əsli hardan yaranıb, necə gəlib o məqama yetişib və necə Allah dərgahından qovulub. Belə ki, mən söhbəti biraz etmək istəyirəm, daha doğrusu deyirəm, yəni bir qədər sizdə bu qəmləndirici söhbətlərdən bir qədər fasilə verəsiniz, dincələsiniz. Səhih, mötəbər xəbərlər ilə Cabir İbni Abdullah Ənsari nəql edir. Hazreti Resulü Xuda sallallahu aleyhi və səlləmdən ki buyurdu. Xudavənd aləm mənim və Əlinin nurunu, cəmi məxluqatın, belə ki göyün, yerin, luhun, qələmin, ərşin, kürsünün, behiştin və cəhənnəmin xilqətindən 500.000 il irəli yarattı. Amma Cənnətül Xuld kitabının müəllifi yazır, 425.000 il irəli xəlq edilib. Belə ki, bu hadisə haqqında üləmaların, alimlərimizin bir neçə növ xəbərləri var. Mən onlardan bir neçəsini oxuyub, yəni üstəgəlmə çıxma edib, axırda onları yığcam şəkildə, yəni mən toplayıb, qərara gəldiyim fikrimlə onları qeyd etmişəm. İnşallah onları sizin məhzərinizə dəftərdən geniş surətdə oxuyacağım ki, sizin də məlumatlarınız olsun. Hər halda hamı bu barədə bilmək istəyər hər halda. İmam-ı Sadiq əleyhissalam buyurub, Allah Teala Peyğəmbərin nuru ilə birlikdə 12 örtük yarattı. Yəni bu Sahabat Dümü kitabında olan söhbətdir. Oradan sizə söhbət edirəm. Birinci qüdrət, ikinci əzəmət, üçüncü sünnət, yəni adət, qayda qanun, dördüncü səadət, beşinci rəhmət,
6-cı kəramət, yəni səxavət, 7-ci mənzilət, yəni ləyaqət, yaxşı cəhətlər, 8-ci hidayət, yəni rəhbərlik etmək, 9-cu rəfət, yəni uca məqam, uca ad, 10-cu nübüvvət, yəni peyğəmbərlik, 11 meymənət, salamatçılıq, 12-ci şəfaət, yəni havadarlıq və ya tərəfdarlıq. Əli Əmr-əl-Mömin əleyhissalam buyurdu, Xudavənd aləm var idi və heç bir məxluq yox idi. Allah Teala ən əvvəl Peyğəmbərin nurunu xalq elədi. Rəsul-i Xudanın nuru mübarəkindən adları çəkilən hicabları, yəni örtükləri xalq etdi. Sonra Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə əmr etdi, ta bu hicablara bir daxil ola. Peyğəmbərin nuru da daxil oldu bu nurlara və Allah Teala'ya hər hicaba daxil olanda təriflər dedi. Sonra Allah Teala Resulü Xudanın o parıltılı nurundan 20 dərya xalq etdi və əmr etdi Resulü Xudanın nuruna ki, o dəryalara daxil olsun. Peyğəmbərimizin nuru da bu 20 dəryaya baş vurdu. Sonra Peyğəmbərə vəhy elədi. Ey Muhammed, ey mənim Həbibim, ey mənim Peyğəmbərlərimin yaxşısı, ey mənim məxluqlarımın əvvəlincisi, ey mənim Peyğəmbərlərimin axırıncısı, sənsən qiyamət gününün şəfaətçisi. Bu vaxt Peyğəmbərin nuru səcdəyə düşdü. Elə ki, səcdədən durdu, 124 min tər damcıları ondan süzülüb ayrıldı. Bu barədə başqa növdə söhbətlər var. Dediyim kimi, gələn söhbətlərimdə onları da sizə inşallah deyəcəyəm. Xudavənd aləm o damcıların hər birindən bir peyğəmbər xalq elədi. Həmən nurlar onun ətrafında dövr edib, yəni fırlanaraq bu sözləri deməyə başladılar. Subhanə mən huvə alimu la yəcəl, Subhanə mən huvə halimun la yəcəl, Subhanə mən huvə qanni la yəftəqirru. Yəni pakizə olan Allah alimdir, yaradılmayıb. Pakizə olan Allah kimdir? O həlimdir, yaradılmayıb. Pakizə olan Allah kimdir? Yəni sual verilir və suala cavab verilir. Varlıdır və ehtiyacsızdır. Bəs o Həzrətin nurundan bir cövhər xalq eylədi. Və o cövhərin yarısından su xalq eylədi. Elə ki, o cövhərin haqqında deyilir ki, bütün bu aləmlərdə olan bu mümkünatlar hamısı həmən cövhərdən yaranıb. Və o cövhərin yarısından əvvəli Peyğəmbərimizin nurundan, yəni Peyğəmbərin nurundan cövhər yaranıb, həmən cövhərdən də bu varlıqlar yaranıb. Su xalq elədi, o biri yarısından ərşi xalq elədi. Ərşi o suyun üstünə qoydu. Ərşin nurundan 4 ayaqlı oturacaq, yəni kürsü yarattı və kürsünün nurundan lavhi, yəni bəxt, talih kitabı və ya lövhəni yarattı və luhun nurundan qələmi yarattı. Sonra qələmə əmr etdi ki, yaz mənim tək və vahid olmağımı, yəni tək olmağımı. Qələm bu əmirdən 1000 il bihuş oldu. Elə ki, huşa gəldi, ərz elədi. Pərverdigara, nə yazım? Buyurdu. Yaz ki, la ilahə illallah, Muhammed Resulullah. Yəni, yoxdur Allah'dan başqa Allah və Muhammed onun Rəsuludur. Elə ki, qələm Muhammed adını eşitdi, səcdəyə düşdü, dedi. Subhanəl vahidul qəhhar, Subhanəl əzimil əqəzəm. Pakizə olan Allah, qəhr sahibi olan Allah
büyük, əzəmətli olan Allah və əzəli və əbədi olan Allah. Sonra başını qaldırıb şəhadətəyni yazdı. Yəni la ilahə illallah Muhammed Resulullah. Sonra soruşdu: Pərverdigara, Muhammed kimdir ki onun adını öz adının yanında yazdın? Yəni qələm soruşdu Allah Teala'dan. Onun adını öz adına müqərrəb etdin, yəni yaxın etdin. Xudavənd aləm vəhy etdi: ey qələm, əgər Muhammed olmasa idi, səni xalq etməzdim və cəmi məxluqatı xalq etməzdim. Məgər onun xatirinə yaratdıqlarımın cümləsini ona xatir xalq etdim. Odur düz yolları göstərən, odur insanlara ibadətin yolunu öyrədən, odur hidayət, odur şəfaət edən, odur mənim dostum. Bəs o qələm, o Həzrəti Nur-u Şərifinin məhəbbətindən dedi: Əssalamu aleykə ya Resulü Allah. O nur cavab verdi: Aleykəssalam minni və rəhmətullahi və bərəkatuhu. Odur ki, o gündən salam vermək qayda qanun oldu. Yəni salam vermək müstəhəb əməldir. Yəni bir söz yaxşıdır, gözəldir, mehribançılıqdır. Bir növ hansısa şəxsə salam verirsənsə ona olan hörməti bildirir. Amma cavabını almaq isə vacibdir. Salamın cavabını gərək alasan. Allah Teala qələmə əmr elədi ki, o Həzrətin xasiyyətlərini, xüsusiyyətlərini və istəyini duha yazsın. Xudavənd aləm Muhammedin nurundan behişti xalq eylədi və 5 sifətlə, yəni xüsusiyyətlərlə behişdə zinət verdi. Təzim, yəni baş əymək. İkinci, salam göndərmək. Üçüncü, səxavət, yəni əli açıqlıq, ürəyi genişlik. Dördüncü, cəlalət, yəni əzəmət. Beşinci isə əmanət, yəni əmanətə gərək xəyanət eləməyəsən. Beşdi, öz dostları və ibadət əhillərindən ötəri müqərrər elədi, yəni qərar qoydu. Sonra göyləri sudan qalxan buxardan xalq etdi və o suyun köpüklərindən yerləri xalq etdi. Elə ki, yerləri xalq elədi, yer yürük kimi hərəkət edib, o tərəf bu tərəfə hərəkət edirdi. Bir yerdə qərar tutmurdu. Odur ki, dağları xalq elədi, ta yer öz yerində dayandı. Və bir öküz xalq etdi. Sonra bir balıq xalq etdi ki, öküz o balığın arxasına ayaqlarını qoyub, onun üstündə qərar tutdu. Öküz deyəndə, balıq deyəndə, bizim indiki bu gördüyümüz balıqlardan, öküzlərdəndir. Yəni həmən surətlərdə bir varlıq yaratdı və elə bir böyük yaratdı ki onları, bütün bu aləmlərdə olanlar onların üstündə qərar tutdu. Amma balığın dayanması üçün su xalq etdi. Su əvvəldə var idi, amma bu suyu balığın qərar tutması üçün yerin, öküzün və balığın aşağı təbəqəsində yaratdı ki, balıq o suda qərar tutsun. Balıq o suyun üstündə qərar tutdu. Su isə hava üstündə qərar tutdu və havadan sonra olan elmlər Allah yanındadır ki, daha nələr var. Sonra Allah Teala Muhammedin, möminlərin ruhlarını xalq etdi. Sonra günəşi, ayı, ulduzları, gecə və gündüzü, işığı, zülməti və sair mələkləri xalq elədi. Peyğəmbərin nuru ərşin altında 73 min il sakin oldu. Ondan sonra 70 min il o Həzrəti Nur-u Şərifi Sidrətül Müntəhada, yəni bu sonu olmayan bir ağacdır, sakin oldu. Sonra o Həzrətin nuru həmin ağacdan 7-ci göyə, sonra 6-cı göyə, Təbunoyu ilə 1-ci göyə daxil edildi. Yəni ta əvvəlinci göyə gətirildi. Sonra Allah Teala iradə etdi ki, Həzrəti Adəm əla nəbiyyina və əleyhissalamı xalq edə. Elə ki, Adəm əleyhissalamı xalq etdi
Peyğəmbərimizin nurunu daxil elədi Həzrəti Adəmin sülbünə, yəni belin onurğa hissəsinə. Sonra bu nuru Həzrəti Nuhun sülbünə daxil etdi. Ta bu nur ilə bu sülbdən o biri sülbə ötürərək axırıncı sülb Abdullahın sülbü oldu. Abdullahdan da Peyğəmbəri Əkrəmin həyat yoldaşı Aminənin bətninə daxil oldu. Bu nuru keçirərək dünyaya gətirdi. Allah Teala o böyük şəxsiyyətə 5 dənə libas geyindirdi. Birinci razılıq, ikinci ayrılıq, üçüncü elm, dördüncü ləyaqət, beşinci peyğəmbərlik. Xudavənd aləm sonra əmr elədi, mənim tək olmağımı xalqa xəbər ver. Desinlər, la ilahə illallah, Allahdan başqa, yəni Allah yoxdur. Amma Xudavənd aləm Peyğəmbərə bir möcüzəli, ecazkar köynək də vermişdi. O köynəyin əsli 6 zad idi. Qaməti yaqut, hər iki astanı mirvarid, bağlanan yeri sarı cülur, qoltuğu altları mərcan, ətəkləri zümrüd, göy, yaşıl, yaxası nurdan. O köynəyin səbəbinə Adəmin tövbəsi qəbul olundu. Yəni o ki, Allah Teala ona göstəriş vermişdi ki, buğdadan yeməsin. Əsl həqiqətdə o ağacın nə olması dəqiq bilinmir, amma gələn söhbətdə mən onlara deyəcəm ki, neçə növ meyvə adları çəkilib. Həzrəti Süleymanın üzüyünü Allah Teala təzədən ona yetirdi. Həzrəti Yusifi Cənab-ı Yaqub əleyhissalama yetirdi. Yunus Peyğəmbər balığın qarnından nicat tapdı və sair ənbiya o köynəyin bərəkətindən, bəlalardan ona nicat əta olundu. O köynək miras qərarı ilə Həzrəti Əmirəl-Möminin əleyhissalama yetişdi. Ondan sonra İmam Hüseyin əleyhissalama yetişdi. Yəni bu söhbətdən məqsəd həmən bu köynəyin İmam Hüseyin əleyhissalama gəlib yetişməsinə görə bu söhbətləri səhabədimi, yəni İmam Hüseyin əleyhissalamın şəhadəti ilə, Əhl-i Beytinin, Kərbəla şəhidlərinin çəkdikləri müsibətlərlə bağlı olaraq burada qeyd olunub.